Elxan bəy, mən istəyirəm ki, söhbətə Türkiyədən başlayaq, çünki çox diqqətlə izlənilir Azərbaycandan proseslər. Sizin fikirlərinizi eşitmək çox maraqlıdır. Dünəndən bilirik ki, Türkiyədə əslində 4 günlük müzakirə yasaqları var. Sadəcə rəsmi informasiyalar səsləndirilir. Amma buna baxmayaraq biz bir sıra kanallarda çox maraqlı müzakirələrin getdiyini də eşitdik. Və bu müzakirələr içərisində təbii ki, fərqli mövqelər ortaya qoyulur. Sizin düşündükləriniz nədən ibarətdir? Bəli, doğru qeyd etdiniz. Bu son hadisələr fonunda Türkiyə cəmiyyətində də iki fikir var və dünən mən Azərbaycanın sosial platformalarını diqqətlə izlədim. Azərbaycanda da iki fikir var və bu iki fikir arasında dərin ixtilaf var. Birinci fikir ondan ibarətdir ki, İstanbul Bələdiyyəsində müəyyən hüquqa zidd əməllər olub, korrupsiya əməlləri olub, ittihamlar çünki çoxdur. Və bu ittihamlar çərçivəsində dünən bu həbslər həyata keçirib, başda İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu və xeyli köməkçisi, əməkdaşı da həbs olunub. İkinci fikir isə bundan ibarətdir ki, Əkrəm İmamoğlu 2028-ci il Ərdoğan əsas rəqibi olacaq, Türkiyə cəmiyyətində də dəstəyi var və ola bilsin ki, Türkiyə hakimiyyəti əsas rəqibini oyundan kənar vəziyyətə salmaq istəyir. Bununla bağlı müəyyən suallar da səslənir. Yəni, suallardan biri budur ki, səhv eləmirəmsə, bazar günü Cumhuriyyət Xalq Partiyası ilkin seçki də keçib, artıq İmamoğlu təsdiqlənəcəkdir. Yəni, həmin günü gözləmədən İmamoğlu'na qarşı bu əməliyyat həyata keçirildi. Üstəgəl də İmamoğlu'nun aprel ayında Amerika Birləşmiş Ştatlarına da səfəri planlaşdırılırdı. Yəni, bu səfərə də icazə vermək olmazdı. Belə bir düşüncə də ola bilərdi. Belə sizin kadrlardan indi görsənir, bu pul əməliyyatı ilə bağlı da xeyli vaxtdır bu cinayət işi açılıb. Yəni, araşdırmalar davam edir. Cumhuriyyət Xalq Partiyasının təmsilçiləri bu nağd pulu hesablayırlar. Bu ətrafda da əslində fikir ixtilaf var. Hakimiyyət deyir ki, bu cinayətdir, müxalifət deyir ki, bu adi bir haldır, ya güya haransa icarə götürülmüşlər. Yəni, ortada indi ilkin istintaqdan verilən ilkin informasiyaya görə 60 milyon Türk lirəsindən söhbət gedir və bu şəxslərdən biri mobil telefonunu evində qoyaraq, yəni İmamoğlu'na çox yaxın çevrədən olan bir şəxs, həm də İstanbul Şəhər Bələdiyyəsində rəsmi görəv vəzifəsi olan bir şəxs Amerikaya keçə bilib. Yəni, mənə elə gəlir ki, bardağı daşıran ya da ki, bu məsələnin açılmasını bu qədər sürətləndirən məqamlardan biri də budur. Bəli, belə bir ittiham da var. Başqa bir ittiham da var. Yəni, bu da əslində çox ciddi ittihamdır. PKK ilə əlaqə məsələsi. Doğrusu mənə inanmaq çətindir ki, Əkrəm İmamoğlu'nun birbaşa terrorçu qruplaşma ilə əlaqəsi olur. Amma belə iddialar da indi hakimiyyət tərəfindən də səslənir, Türkiyə hakimiyyəti tərəfindən ki, İmamoğlu'nun qələbəsində, yəni ola bilsin hansısa PKK-ya bir centilmen razılaşması olub ki, PKK İstanbulda yaşayan kürdlərə təsir edib ki, kürdlərin mütləq əksəriyyəti İmamoğlu'ya səs versin. Belə bir ittiham da ortada var, ortada səslənir. Amma müxalifətin də fərqli iddialar var. Yəni, belə bir dərin fikir ixtilafı içindəyim. Dünən mən Cumhuriyyət Xalq Partiyasının bu həbsə etiraz olaraq İstanbuldakı mitinqini də izlədim. İstanbulun bələdiyyə binası qarşısındakı mitinq Sarzalı bölgəsində. Xeyli insan toplaşmışdı. İçərilərində hiss olunur ki, sol meyilli insanlar da çox idi. Çünki bayraqlara fikir verdim. Təkcə CHP-nin bayraqları deyildi. Bəli. Radikal solçulara bağlı bayraqlar da mən orada gördüm. Doğrusu mən ideoloji baxımından mən solçuluğu heç zaman qəbul etməmişəm. Radikal solçuluğu o cümlədən. Amma bayraqların içində mən onu gördüm. Yəni, amma bir məsələ də var ki, onu da etiraf etməliyik ki, yəni Ərdoğan 2028-ci ildə prezident seçkilərinə qatılmaq qərarı verəcəksə və yaxud verəcəkdirsə, onun əsas rəqibi, bəli, İmamoğlu olacaq. Çünki İmamoğlu indi bir ara Ankara Bələdiyyə başçısı Mənsur Yavaşla yarış içindəyilər və hər ikisinin reytinq əksinə yüksəlir. Amma son anda Mənsur Yavaş sanki biraz geri addım atdı. Yəni, biraz da yolu açdı Əkrəm İmamoğlu üçün. Yəni, əsas figur Əkrəm İmamoğlu olacaq. Amma indi belə mən hesab edirəm ki... Elə onu soruşmaq istədim ki, indi sanki
bu situasiya yavaş-yavaş MHP kökənli Mansur Yavaşı önə çıxarır. Bəli, mən də sözümü elə ola gətirəm ki, tam sizinlə razıyam. Mən inanmıram ki, Əkrəm İmamoğlu yaxın müddətdə həbsdən azad olunsun. Çünki o qədər ittiham səsləndirilib ki, yəni əgər o ittihamlar doğru olmasa belə, Əkrəm İmamoğlu'nun yaxın müddətdə, hətta ən pisi prezident seçkisinə qədər azad olacağını zənn etmirəm, populyarlığı olsa belə. Üstəgəl də diplomu da ləğv olunub. Diplomu ləğv olunub nə deməkdir? Türkiyə konstitusiyasına görə ali savadı olmayan prezidentliyə iddia edə bilməz, prezident ola bilməz. Yəni hiss olunur ki, artıq Əkrəm İmamoğlu məsələsi bitmək üzrədir. Populyar olsa da, 23-də ona səs verilsə də, amma həbsdən çıxa bilməsə, prezidentliyə namizəd ola bilməyəcək. Belə olan halda mən düşünürəm ki, bəli, yəni Cumhuriyyət Xalq Partiyası alternativ variantı ilə sürəcək. Mənsur Yavaş da populyar fiqurdur, amma Mənsur Yavaş, məsəl üçün, mən müşahidələrimə görə onu da deyə bilərəm ki, Əkrəm İmamoğlu qədər xarizmatik fiqur deyil. Məsələn, Əkrəm İmamoğlu nəyə də olmasa, biraz da türk ekspertlər özü də Erdoğan gəncini oxşadırlar. Yəni 20 il sonra eynən indiki Erdoğan da gəncində çox xarizmatik, çox çıxışları, yəni yorulmadan danışır, fikir bildirir.